Sizin saat verilişinin aparıcısı Showman Kamran Həsənli. Salam əziz dostlar, axşamınız xeyir, hörmətli həmvətənlərimiz. Sizin saat efirdə. Salam əziz dostlar, axşamınız xeyir. Hörmətli həmvətənlərimiz, sizin saat efirdə. Bu axşam yenə də maraqlı söhbətlərimiz olacaq. Zarafatlarımız olacaq, mahnılar olacaq, məşhur insanlarla görüşəcəksiniz. Amma bilirsiniz ki, sizin saat 2 hissədən ibarət. Birinci hissədə maraqlı bir sorumuz var. Şəhəri gəzirik, gənclərdən sual edirik. Məşhurlarımız barəsində, dahilərimiz barəsində. Keçən proqramımızda üz qızardıcı, utanc verici hallar yaşadıq. Neydi bu hallar? Birazdan söhbət edəcəyik. Bugün də şəhərdən sorumuz var. Bugün də gənclərimizin cavabı var. Diqqətli olun. Bu maraqlı halları, bəzən insanı şoka salacaq halları görəcəksiniz sizin saatda. Məşhur qonağımız, məşhur rapper, Hüseyn Dərya! Hüseyin Derya, Hüseyin. Hüseyin Derya, hoş Sizin geldiniz. saatı Space'də, özümü də sizin saatda görməyəmə çox şadam. Çünki sizin saat mənə 2001-ci ili xatırladır. Bu ilk dəfə mən bu verilişə gələndə və bu verilişin qədəmlər qoyduğundan sonra, bu verilişə qoyduğum qədəmlər mənə böyük uğurlar gətirdi. Odur ki, mən də elə sənin bu sizin saatına uğurlar arzulayıram və salamlayıram bütün tamaşaçıları, bütün Azərbaycan xalqını. Hüseyin Derya tamamıyla doğru söyleyir. Efire ilk defa sizin saattan çıkıp. Hətta 2000-ci il idi. 2000-ci il. Bəli, 2000-ci ildə Hüseyin Derya heç kimin tanımadığı və amma rapdən ürəyi yanan, raplə öz sözü demək istəyən bir insan bizə müraciət elədi. Rauf dostumuz o vaxt, adı mən cavab verir. Rauf dostumuz bizə müraciət elədi. Hüseyin Deryanı sizin saata dəvət elədim. Açığı deyim ki, dedim gəlsin də dostumuz xahiş eləyib indi rap düskü verdilər, qulağını gördüm. Yox, nəsə var bu oğlanda səsində. Yəni üzünü göründü, yox, bunun desə xarizması da var. Çağırdıq sizin saata, dəvət elədik. Dedim qoy bir dənə mahnı oxusun. Rap desin bir dəvə. İnsanlarımız da çox da rapi sevməsələr, gənclər sevirlər. Yeni yetmələr sevirlər. Qulaq assınlar, proqramımız maraqlı keçsin. Axşam getdim, evdə yatdım. Səhər durdum, gördüm ki, Hüseyin Derya məşhur. Bir günə. Gün yox. Mən ikinci elə bir adam tanımıyorum. Birçok adam sizin saatdan başlayıb da. Gün yox, bir saata. Bir saata. Bəli. Bəlkə də neçə dəqiqə gedir keyf elə mahnısı? 3-4 dəqiqə. 4 dəqiqəyə. Çünki mən o verilişə inandırım. O veriliş mənim tək tanınmağım kimi deyil. Bir digər tərəflərdən də mənim üçün çox belə şirin xatirələr iz buraxdı. Çünki mən o verilişə həqiqətən metroda gəlmişdim. Və bu verilişdən çıxandan sonra Space'in binasının deməli aralanandan 2 dəqiqə sonra artıq mən avtogrup alırdım. Yəni bu sizin saat mənə belə şirin xatirələrlə... Mən bir şey deyim sənə Hüseyin. Bax, bura bir neçə sənətçi gəlib ilk dəfə və məşhurlaşıbdı. Amma bir proqramdan məşhurlaşan mən ikinci adam tanımıram. Bir proqramdan. Bir mahnı ilə. Bəlkə də Azərbaycan tarixində belə bir şey olmayıb. Hüseyin bir mahnı ilə məşhurlaşır. Elə həyat da belədir. Hər birimiz belə deyim, ola bilər ki, hansısa bir istiqamətdə, hansısa bir aşağılıqdan gələk. Amma ən əsas odur, səbirli olmaq lazımdır. Özünə inanmalısan və ətrafında, indi verilişində olduğuna görə demirəm, verilişdən kənarda da sağ olsun, mən onun çox yaxşılıqlarından bəhrələnmişəm deyə. Ətrafda da sənin kimi gözəl dostlar olanda hər kəs uğurlara nail olur,
uğurlar bizimlə olur və həmişə də qələbə çalırıq. Bir daha özümü, bir daha. Teşekkür ederiz Hüseyn'e ama aslında biz vasıtacı. Bir insana yolu Tanrı açır. Bəli. Tanrı istediği adama istediği məqamda yolu açır. Onu seçir. Biz de vasıtacı. Biz de şükür edirik Tanrı'ya ki bu vasıtacı. Biz olmuşuq. Hüseyin məşhurlaşdı. Hüseyin bizim programın 2 hissəsi var. Birinci hissəsində çox məşhur bir insanı dəvət edirik. Elə bir insanı dəvət edirik ki o adamı bütün Azərbaycan tanısın. Sen o insanlardansın bugün. 2013-cü ildə. Və birinci hissənin formatı nədən ibarətdir? O tanınmış insan barəsində, yəni bugün Hüseyin Dərya barəsində və Azərbaycanın dahi insanı barəsində paralel sorğu gedir. Məsələn deyirlər, siz Hüseyin Dəryanı tanıyırsınız və dahilərdən də birini sorurlar insanlardan. Keçən proqramımızda sənin kreslonda, bu kresloda oturan Fərda idi. Fərdanı hər kəs tanıyır. Sən də tanıyırsan. Bəli, dostumuzdur. Əla sənətkardır. Salamlarımı çatdırıram mən də. Balramil, səsin gəlsin Fərdanın şərəfinə. Təxminən belə. Və biz də əmin idik ki, küçədə sorğu olan zaman hər kəs Fərdanı tanıyacaq. 10 respondent, hər dəfə 10 respondentdən, 10 gəncdən, 10 insanımızdan sorğu eləyirik. Və belə də oldu. 10 nəfərin, onu da Hüseyin, Fərdanı tanıdı. Fərdanla paralel sorğu böyük dahi. Azərbaycan üçün, Azərbaycan gəncliyi üçün yazıb, yaradıb, ömrünü, canını fəda verən Azərbaycanın özü olan Hüseyin Cavid barəsində sorğu getdi. Hüseyin Cavid. 10 respondentdən 8-i Hüseyin Cavidi tanımadı. Yəni bu inanılmaz bir haldır, amma bu belə idi. Mən inanmıram ki, Vay. Londonun küçələrində ingilislərdən soruşsalar ki, Shakespeare kimdir? Kimsə tanımıram desin. Tanımayan olmaz. Və yaxud da Moskvanın küçələrində kimsə Dostoyevskinin sorğusunu aparsın və yaxud da Tolstoyun sorğusunu aparsın, Pushkinin sorğusunu aparsın. Ruslar desin ki, Pushkin, по-моему, футболист или там, может быть, хоккеист. Помню, Pushkin это хороший певец, рэпер. Mümkün bir şeydir. Yəni bunu prikolla falan eləyə bilərlər, zarafatla eləyə bilərlər. Amma bizim göstərdiyimiz görüntülər zarafat deyildi. 10 gəncimizin 8-i Hüseyin Cavidi tanımadı. Belə bir əhvalat baş verdi. Bu artıq uçuruma getmək deməkdir. Bizim üçün Bu də yeni nəslin artıq gələcəyi indidən itirməyi deməkdir. çox kəsin sözlərdir, amma bu Yox, belədir. doğrudan elədir. Bu belədir. Doğrudan Bizi də qorxudur. Mən onu təfsilatını da verə bilərəm, yəni. Verərik indi. Sizə bir sorğu daha olacaq bugün. Buyur. Bugün sorğu sənin barəndədir, yəni Hüseyin Dərya barəsində 10 respondentdən və paralel sorğu olacaq böyük bəstəkar Qara Qarayev haqqında. Baxaq. Diqqət ekranlara. Qara Qarayev və Hüseyin Dərya haqqında sorğu. Hüseyin Dəryanı tanıyırsınız? Bəli, reper, məşhur reper. Bəs Qara Qarayev necə? Azərbaycan məşhur rəssam. Hüseyin Dəryanı tanıyırsınız? Yox. Bəs Qara Qarayev haqqında eşitmisiniz? Yox. Hüseyin Dəryanı tanıyırsınız? Bəli, tanıyırıq. Kimdir? Reper. Bəs Qara Qarayev haqqında eşitmisiniz? Bəli, eşitmişik. Bəstəkar. Hüseyin Dəryanı tanıyırsınız? Bəli, tanıyırıq. Repçidir. Bəs Qara Qarayev necə? Repçinin ən məşhur ya futbolçusu olubdu. Hüseyin Dəryanı tanıyırsınız? Bəli, tanıyıram. Bəli, tanıyıram. Repçi. Bəs Qara Qarayev eşitmisiniz? Bəli, eşitmişəm. Metro da var adına. Belə tanıyıram da. Yox, kimdir? Kimdir? Rəssam olub Qara Qarayev. Hüseyin Dəryanı tanıyırsınız? Tanıyıram. Repçidir, rep deyən. Reper. Bəs Qara Qarayev necə? Tanıyıram. Rəssamdır, məşhur rəssamımızdır. Hüseyin Dəryanı tanıyırsınız? Bəli. Repçidir. Bəs Qara Qarayev necə eşitmisiniz? Bəli. Azərbaycan görkəmli memardır, adına metro da var. Hüseyin Dəryanı tanıyırsınız? Bəli, tanıyıram. Hüseyin Dərya haqqında. Hüseyin Dərya Azərbaycan reperidir, tanıdığıma görə. Qara Qarayev tanıyırsınız? Bəli, Qarayev tanıyıram. Azərbaycan bəstəkarıdır. Hüseyin Dəryanı tanıyırsınız? Repçidir. Reptiyandır. Bəs Qara Qarayev necə? Qarayevi biraz çətin. Çətin. Yəni tanıyırsınız yoxsa? Tanısı yəni dərinliyini ikinci adı bilmirəm. Və utanç gətirən hallar. Baxın dostlar, Hüseyin qardaşım. Bu məqamı əslində
sorğuya gedən korespondentimiz gözləmirdi. Hər dəfə deyir ki, Kamran mənim, görəcəksiniz, bu Qara Qarayev hər kəsə deyim, qardaş, soruş gəldi, nə var onu göstərəcək. Gedib gəlir və bu görüntülər bizi şoka salır. Adamlar, gənclər Qara Qarayevi tanımırlar. Səncə səbəbi Hüseyin? Valla səbəb mən belə deyərdim ki, bugün efir televiziyalarda şoulara və şou biznesimizin həddən artıq qabarıq şəkildə cəmiyyətimizin içində, yəni cəmiyyətimizə yeridilməsi, xüsusilə də bütün telekanallarda şoulardan başqa gənclər üçün heç nə verilməməsi, yəni o heç nə sayılır. Müasir zamanın gəncləri keçmişimizi artıq tanımır. Mən nəyə görə bayaq dedim, artıq gələcəyimiz itir. Çünki tarixini bilməyən bir şəxsiyyət deyil. Tarixi olmayan da millət deyil. Bu artıq bizim gözümüz önündə bizim tariximizin qeybə çəkilməsi deməkdir. Bu səncə bizə nə dərəcədə gələcəkdə uğur gətirə bilər? Hüseyin, bax bir şey söylədin şou proqramlar haqqında. Bu proqram da şou proqram. Yox. Amma şou proqramlardan da maarifləndirmək mümkündür. Maarifləndirmək mümkün istəsən. İndi mən bir dənə şey deyim də. Deyil. Mən bayaq dedim ki, mən bu sizin saat vasitəsilə tanınmışam. Bəli. Demək ki, sizin saat məni neyniyib? Təqdim edib. Bəli, insanlara təqdim edib. Baxır, indi hansı showman, hansı showda nəyi show şəklində çatdırır? Söhbət ondan gedir. Hamı Kamran Həsənli olsaydı, elə hamı, belə deyim də, hamı türkçü olardı, hamı millətçi olardı, hamı ürəyimizin belə... Bir şey də söyləmək istəyirəm. Söhbət elə ondan gedir ki... Sadəcə televiziyadan ibarət deyil. Demək ki, insanlar oxumurlar. Axı, yox. İnternet, bugün internet bütün dünyanın əsas maarifləndirən bir şəbəkədir, sosial şəbəkədir. Mənbədir. Hər kəs oradan nə istəsə, nə ilə maraqlansa, onu da oxuyub tapa bilər. Amma Qara Qarayev o qədər deyilib, o qədər danışılıb ki, Qara Qarayev, dedi adına metro. Baxın, adamın biri, ən xoşuma gələn respondent bu idi. Və soruşurlar, baxın, obraz, göstərirəm sizə. Bu kameraya danışa bilərəm mi, qardaşım? Təxminən. Obraz. Hüseyin Daryanı tanıyırsan? Hə. Bəs Qara Qarayev, hə. Üçüncü sual olsaydı, niyə deyəcəm? Mənim nəyimə lazımdır, mənə lazımdır. Mənə Qara Qarayev lazımdır. Mənə Hüseyin Daryan lazımdır. 5 manatım mənə mənə. Obraza baxın, qardaşlar. Hüseyin Daryanı tanıyırsınız? Yox. Bəs Qara Qarayev haqqında eşitmisiniz? Yox. Bəs sənə nə lazımdır? Heç sərətlər mənə. Bu adam da yəni özünün bu obraz olması ilə qürur duyur, fəxr eləyir, normal. Və yaxud da digərləri çox böyük belə inamla söylədir. Hə, tanıyıram, Neftçinin Qara Qarayev futbolçudur. Bəlkə də elə futbolçu var. İnanıram, bax, amma baxın, Azərbaycanın futbolunun uğuru daha böyükdür. Yoxsa bəstəkar Qara Qarayevin uğuru daha böyükdür. İnsanlar Qara Qarayevi tanımırlarsa, bu məqamda dediyin kimi bir həyəcan söyləmək vaxtı gəlib çatıb. Həyəcan. Diqqət. Həyəcan. Azərbaycan sadəcə əhalisi az olan ölkə, amma mədəniyyətcə dünyanın ən böyük ölkələrindən biridir. Baxın, mədəniyyətcə dünyanın ən böyük ölkələrindən biridir. Bir Kitayın, bir Çinin 1,5 milyard əhalisi var. 1,5 milyard. Amma 1,5 milyard əhalisi olan Çin gecə və gündüz dua edib, arzu eder ki, bir Qara Qarayevi olsun. Bakın, Hindistan'ın 1 milyardan artıq əhalisi var. Amma Hindistanlılar da dua edib arzu ederler ki, bir Tanrı bizə bu neyməti vermiş. Hüseyin Cavid'e olsun. Hüseyin Cavid. Mən indi bir adlar çəkməyəcəm, amma ümumiyyətlə dahilərimizdən danışıram. Qara Qarayev Azərbaycanın dahilərinin sırasında xüsusi, önəmli yeri olan bir insandır. Qara Qarayev dünyavi bəstəkardır. Çıqıda yazan yox. Dünyavi bəstəkar. Chicago, Sydney, Tokyo, Helsinki, Rio de Janeiro, Ulan Bator. Hara getsəz, bu əsər çalınsa, Qara Qarayev fəxri olmayacaq. Azərbaycan fəxri olacaq. Ki, Azərbaycan gəncliyi də belə deyəcəksə... Təşəkkür edirəm sizə. Diqqət əziz dostlar ekranlara. Bilməyənlər üçün biz dedik ki, biz bir maarifləndirici şou proqram açmaq arzusundayıq. Şükür Tanrıya ki, bu imkan bizə verildi. Diqqət ekranlara.
Qara Qarayev kimdir? Diqqət. Qara Qarayev görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu 5 fevral 1918-ci ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki və Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. 1955-76-cı illərdə SSR Ali Sovetlərinin deputatı olub. 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq Kafedrasının professoru və Azərbaycan Elmlər Akademiyasının akademiki olub. 1959-cu ildə SSR Xalq Artisti adına layiq görülüb. Bir çox məşhur bəstəkarlar məhz onun yetirməsidir. Qara Qarayev Vətən, Zəriflik operalarının, dünyaca məşhur 7 gözəl, İldırımlı yollarla, Leyli və Məcnun, Don Kixot baletlərinin, Çılğın Qaskonyalı Azərbaycan musiqisi üçün yeni olan müziklin, bir çox orkestr üçün əsərlərin, kamera vokal, vokal simfonik əsərlərin, eləcə də bir çox tanınmış film musiqilərinin bəstəkarıdır. Görkəmli bəstəkarımız Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib və Bakıda dəfn olunub. Ужасно сложно. Но это как будто бы они берутся сделать. Понимаете, как трудно, вот я не знаю, вот это надо же соображать. Ruhuna alqış Qara Qarayev. Böyük Azərbaycanlı. Baxın əziz dostlar, ən qorxduğumuz məqam. Bu bilgilər ekrana gedən zaman bəziləri ekranı çevirib, kanalı çevirib, baxın, mən inanıram ona ki, belə adamlar ola bilər, onun üçün də qorxuruq və deyirik. Çevirib deyə bilər, bir dəqiqə deyən görüm o ətrafda kimə pis söz deyir, bu harada qeybət eləyirlər, bir dəqiqə yox. Ara deyək, təlaşdan bir dəqiqə, dur deyin, özünüzə, güzgünün önündə deyən heç olmasa, mən kiməm sualını verin, diqqətli olun, səbr edin. Bu insanlar Azərbaycanın özüdür. Siz, Qara Qarayevi tanımayanlar, sevməyənlər Azərbaycan üçün kimsiz? Bu sualı özünüzə verin, diqqətli olun. Tanımalı da olar. Bir ricam var indi musiqişünaslardan. Burada çox əsərlərin adı çəkildi. Qara Qarayevin böyük bir əsəri var. Məncə dünyaya Azərbaycanı çox yüksək səviyyədə tanıdacaq bir əsərdir. O zamanlar Sovet İttifaqının Albaniya ölkəsi ilə arası pozulduğuna görə bu əsəri də sıradan çıxartdılar. Alban Rapsodiyası adlı bir əsər var. Alban Rapsodiyası çox gözəl əsərdir. Heç də Don Kixot suitəsindən geri qalan bir şey deyil. Əgər onu arayıb axtararlarsa musiqişünaslarımıza çox təşəkkür edərik. Böyük təşəkkürlərimiz olar. Yenidən ərsəyə gələr. Yenidən insanlarımız və bütün dünya bu Rapsodiyanı dinləyər. Hüseyin, sənə də Qara Qarayev barəsində sual verim mi? Verdim mi yoksa verim mi? Verim mi söyləyirəm? Buyur. Hə və yox. Buyur, bəli. Bax, indicə baxdın süjetə. Məhz bilərəkdən süjetdən sonra sən sual verirəm. Çünki burada informasiya getdi. Bəzi adamlar hətta bu informasiyaya baxırlar, amma sadəcə baxırlar. Qara Qarayevin hansı baleti var? Sən onu gərək xahiş eyləm. Diqqətli yoxlayırıq, sadəcə diqqətli yoxlayırıq. Süjetdən əvvəl gəl sual verəydik. Yəni, bəli, İldırımlı yollarla var, 7 gözəl var, Don Kixot var. Mən əminəm ki, Hüseyin Dərya süjetdən əvvəl də bu sualları versəydim, cavab verəcəkdim. Elə onu deyirəm, süjetdən əvvəl verərdin gərək o sualı. Mütləq şəkildə mən 7 gözəli deyəcəkdim. Mütləq şəkildə mən 7 gözəli deyəcəkdim və mütləq şəkildə də İldırımlı yollar da deyəcəkdim. Sizin saat reklamlardan sonra davam edəcək. Reklamlar bitti.
Reklamlar bitti. Niye sual vermeli deyim sənə Hüseyin? İndi onu sən Deyim bilərsən. sənə. O qədər bu sorğulardan sonra gözümüz qorxub ki, dostumu pərt eləmək fikrində değildi. O yüzden dedim ki, ola bilər, bəlkə Hüseyin Dərya da bizi yola verir. Ola bilər. Belə şey ola bilər. Məsələn, qulaq asır, Qara ev, tanımadılar, Qara. Amma özünün Qara evdən xəbər yoxdur. Ola bilir, belə insanlarımız var. Hüseyin Dəryanın söyləmirəm bu anda. Yəni belə insanlarımız var ki, söhbət düşəndə amma sonra gedib maraqlanmaq da yadlarına çıxır. Hüseyin isə güman edirəm ki, və özü də indi əminlik gətirir ki, sujetdən əvvəl də sual versəydik, İldırımlı Yorlarla, Yetdi Gözəl və s. Musiqini bilən adam kimi heç vaxt pərt olanların siyasında deyiləm. Sən istədiyin sualı ver, istədiyin cavabı da alacaqsın. Təşəkkür edirəm. Buyur. Çox sağ ol. Hüseyin özünü tərifləmir. Sadəcə bir bilgi verdi sizə ki, Hüseyin musiqini dərindən bilir. İndi suallarımız olacaq. Musiqi barəsində bugün Hüseyin'e suallarımız bitti. Birazdan ikinci hissə başlayacaq. İkinci hissədə çox maraqlı söhbətlərimiz var. Çox məşhur qonaqlarımız var və bu maraqlı söhbət sizi, əziz dostlar, həm sevindirə bilər, həm də bəzi məqamlarda utandıra bilər. O yüzden ekrandan kənara getməyin, çayınızı hazır edin. İkinci hissədə maraqlı söhbətlərə qulaq asmağa hazırlaşın. Bu hissənin sonunda isə, bu hissənin təbii ki, yəni bu müzakirənin bu məqamında Hüseyin Dərya rap öz rapiyle. Bir ovlayan belə gedir, bir ovlayan belə gəlir. Ey məni dinləyənlər, indi dəyişmiş zaman. Atda düşübdü dəbdən, əldə də yox beş atlan. O vaxt ovçu deyərdilər, indi qaqaş deyirlər. Əldə mobil telefonu, gəzirlər cib maşında. Ey məni dinləyənlər, indi dəyişmiş zaman. İndiki maralların buynuzu yox başında. O vaxt maral deyərdilər, indi maska deyirlər. Qırmızı lent başında, gəzirlər cib maşında. Zaman həmin zamandır, bəlkə də biz bilmirik. Bəlkə də düz ağlamırıq, bəlkə də düz gülmürük. Amma bir adət qalıb, köhnə zamandan bəri. Dağdağa rast gəlməsə, kim ölür, kim diri? Ovçu qardaş güllə atma ceyrana, amandır. O bir yaraşıqıdır Azərbaycana, amandır. Xəstələrin əlindən xəstəxanada yer yox. Ceyranı kim sağaldacaq, pul varal ver yox. Hər yaralı ceyranın dərdinin dərmanı var. Hər gözəlin bir eybi, həm də bir oğlanı var. Mən də repin ovçusuyam, rep axtarır iki gözüm. Rep dişkarım mənim, repdədir ancaq sözüm. Ey mənim, huri mələyim, yox desənə gəl dayanar ürəyim. Ey mənim, gül çiçəyim, gül bağında mən sənsiz neyləyim. Ey mənim, huri mələyim, yox desənə gəl dayanar ürəyim. Ey mənim, gül çiçəyim, gül bağında mən sənsiz neyləyim. Nağıllar aləmində ömür edib dolduqca yaşar biz. Bu nağıldır ya da gerçek ya reallıqdır bilirsiniz. Bilirsiniz ki nağıllarda gece karışır gündüze yaxud bu olaylarda olur çox. Bizim nağıllarda isə nə ceyran qalıb nə maral, sanki bunlar olmayıb heç yox. Maralı axtaran kimi üzünü tutur qaçmağa, elə ki gülləyə tuş gəlir başlayır yalvarmağa. Aman ovçu vurma məni, mən bu dağın ay gülüm maralıyam. Ovçu qardaş marallar çoxdur bizim şəhərdə. Hər ovçu öz maralını axtarır ki bir gün tapar. Maral gəzdiyi dağlar yoxdur bizim şəhərdə. Maral gəzdiyi yerlər restoran ya da barda. Neyləsi yazıq ovçu axtarır öz ceyranın. Ceyran isə şəhərdə axtarır öz ceyranın. Hər ovçunun varıdır öz ovu öz qisməti. Ovçu odur əlindən verməsin bu fürsəti. Mən də bir dənə ovçuyam, axtarıb şikarıma. Hardasan ey ceyranım, axtarıram mən səni. Nə olar ay Allah, bir gün tapsaydım yarımı. Açardım öz ürəyimi, deyərdim bu kəlməni. Ey mənim, huri mələyim, yox desənə gəl dayanar
bağında mən sənsiz neyləyim ey mənim huri mələyim yox desən əgər dayanar ürəyim ey mənim gülüm çiçəyim gül bağında mən sənsiz neyləyim ey mənim huri mələyim yox desən əgər dayanar ürəyim ey mənim gülüm çiçəyim gül bağında mən sənsiz neyləyim Hüseyin Derya. Hüseyin teşekkür ederim. Alkış gelsin bizim zirve orkestrına. Zirveçiler. Programımızın sponsorları. Məst Dərgah. Qışda istirahatin fərqli ləzzəti var. Quba Xınalıq yolunun 25. kilometrliyində dəniz səviyyəsində 1380 metr hündürlükdə yerləşən Məst Dərgah ailəvi istirahət kompleksi öz geniş imkanları və komfortu ilə sizin xidmətinizdədir. Məst Dərgah misilsiz təbiət, bəyaz meşələr, təmiz hava, əzəmətli dağlar, xəyallarınızdakı romantik anları sizə yaşadacaq. Məst Dərgah ailəvi istirahət kompleksi. Bura sizi məst edəcək. Çünki ruhunuz dincələcək. Ağaf Park yaşayış kompleksi eviniz yolunuzu gözləyir. Ağaf Park yaşayış kompleksi. Klassi Mebel keyfiyyəti qiymətindən üstündür. Klassi Mebel super mebel. Elatus bizim geyimimiz tam tərəhli sözlərə ehtiyac yoxdur. Çünki görünüşdə bir tam tərəh var. Elatus'tan geyimlər bütün dünyaya məşhur. Həm də Azərbaycan markası. Emin qardaşımıza təşəkkürümüz var. Elatus dünyaya Azərbaycanı tanıdan marka. İkinci hissədə elə bir mövzunu müzakirə edəcəyik ki, bu sizin qəlbinizə, ürəyinizə, dodağınıza, dodağınıza və hətta yanağınıza çox yaxındır. Mövzu çox yaxın. Mövzu görüş qaydaları və görüş qaydalarının içində də əsasən bizdə son zamanlar, yəni son məncə 40-50 il ərzində kişilərin görüşərkən öpüşmək. Salam əleykum qaç. Necəsən ay brat? Niyə bilinmir? Diqqət əziz dostlar, beləliklə mövzumuz görüşərkən kişilərin öpüşməsi niyə? Ümumiyyətlə görüş qaydaları ikinci hissə. Qonaqlarımız var. Çox maraqlı söhbətlər üçün məşhur insanları dəvət etmişik və böyük məmnuniyyətlə bu məşhur insanları kürsülərinə rica edəcəyik. Beləliklə Respublikanın xalq artisti, çox məşhur bir insan, mənim çox sevdiyim bir insan, hər zaman səmimi danışan və proqramımızda da güman edirəm ki, bugün çox səmimi sözlərlə sizə müraciət edəcək, müzakirəni qızışdıracaq və bəzən də həzillik gətirəcək qonağımız Respublikanın xalq artisti Amalia Pənahova! Amalia xanım, xoş gəldiniz. Xoş gəldiniz, çox şanslı görürəm. Əyləşin zəhmət olmasa. Beləliklə, ikinci qonağımız həm səmimi danışır, həm bəzən çox da kəskin danışır. Bu yaxşı, bu kişilərə xas xəsiyyətdir. Light kişilər yumuşaq danışmağı çox sevərlər. Amma indi dəvət edəcəyimiz qonağımız hər zaman igidlik, qəhrəmanlıq və kəskinlik təbliğ eləyən bir insandır. Ne üçün özündən soruşacağıq? Bəlkə də mən səhv edirəm, bəlkə də mənim təəssüratım belədir. Beləliklə, əziz dostlar, yazıcı publisist
Xeyrəddin Qoca! Hoş geldiniz. Çok şadam sizi görmeye. Amaliye Hanım, elə ilk sualı size vereceğim. Kişilerin görüşəndə öpüşməsi. Əslində, Hüseyin Dərya da dünyanı gezən adamdır. Siz də bir çox ölkələrdə olmuşsunuz. Məncə bizim hamımızdan daha çox dünyanı səyahət eləmişsiniz. Xeyrəddin bəy də. Dünyanın hər halda mən gördüyüm ölkələrində kişilər görüşəndə öpüşmürlər. Hər ölkənin öz qaydası var. Vaxtilə deyirlər bizdə də belə olmayıb. Sadəcə kişilər görüşəndə bizdə öpüşürlər və sizin buna münasibətiniz. Azərbaycanımız müstəqilliyi qazandıqdan sonra görünür bizim xarici bəzi ölkələrlə ünsiyyətimiz çox sıx oldu və biz də görüb götürən millət olduğumuz üçün görmüşük ki, xüsusən də bu Türkiyədə baş verir. İcazə verin sözünüzü kesin. Ben bayaq dedim axı, xarici ölkələrdə Hüseyin bir şey göstərəcəyik, zəhmət olmasa Amaliya xanıma göstərmək məcburiyyətindəyəm. Mikrofonu qoy zəhmət olmasa. Bizim ətrafımızda olan ölkələrdə bu öpüşmək məsələsi yoxdur. Bax, Türkiyəni göstərim. Nə üçün? Türkiyədə iki tərəfdə. Yox, öpüşmək deyil, bax göstərirəm sizə. Abim qardaşım, nasılsın ya? Yox, bu qafa-qafaya vurmaq, baş-başa vurmaq, bu tamam, bu bozqurtlardan filanlardan gələn bir başqa bir şey. Alqış gəlsin Hüseyin, çox böyük əziyyət çəkdi. Çox sağ ol qardaşım, başa bilərsən. Bu məqama obyektivlik gətirək. Baxın, Sovet dönəmində də belə bir görüşmələr vardı. Mən Bülbül adlı məktəbdə oxuyurdum. Ətrafımızda da 190 nömrəli məktəb, 189 nömrəli məktəb. O zamanlar da bizə evdə demişdilər ki, evdə kişi görüşəndə öpüşməz. Və o düşüncə ilə də məktəbə getmişdik, amma məktəbdə belə hadisələr görülür. Göstərin mən, zəhmət olmasa, yaxından göstərin. Qaqaş, necəsən əmə? Ələ bax. Var idi bu. Sovet dönəmində də var idi. Biz onlarla bu deyəndə ki, kişi görüşəndə öpüşməz, davamız filanımız düşürdü bunun üstündə. Və bu insanlar, bu öpüşən insanlar, baxın, bunlar cinsi azlıqlar deyil, Amaliya xanım, vallahi. Bunlar qeyrətli, igid, cəsarətli kişilərimizdir. Sadəcə, hardansa, nə vaxtsa bu adət bizə hopub. Kişi görüşəndə bir-birinə belə yaxşı, belə yanağından, dodağını o yanağı vurub öpür. Yəni, müstəqilliklə məncə əlaqəsi yoxdur. Siz də obyektiv deyirsiniz ki, bu Sovet dönəmində var idi. Kamran bəy, onda siz deyin, görüm, o hardan əmələ gəlib belə bir hərəkət? Mən sizə bir şey deyim, Amaliya xanım. Bax, bizim qonaqlara bu son verilişlərdə əsasən çox dəvdə olub. Sual verəndə başlayır təzədən mənə sual verməyə. Yox, mən də bilməliyəm axı. Siz sadəcə bilirsiniz, amma var. Var, münasibətiniz necədir buna? Yaxşıdır, pisdir? Hər halda yaxşı deyil. Yaxşı deyil. Təşəkkür edirəm, əlinizi öpün. Alqış gəlsin Amaliya xanıma. Yaxşı deyil. Xeyrəddin bəy, sizə sual verəcəm, Hüseynə də sual verəcəm, amma süjeti izləyəndən sonra diqqət, bizim görüşəndə öpüşməyimiz kənardan necə görünür? Diqqət ekranlara. Azərbaycanda keçmişdə kişilər bir-biri ilə rastlaşanda əllə görüşərdilər. Bəzən elə olardı ki, görüşənlərdən biri hörmət əlaməti olaraq iki əlli görüşərdi. Bəzənsə salamlaşan şəxslərdən biri digərinin çiyninə əllə toxunardı. İndi isə nədənsə gənc oğlanlar görüşərkən öpüşməyə üstünlük verir. Keçmişə nəzər salaq, təsəvvür edək. Axırıncı Aşırım filmində Abbasqulu bəy ilə Kərbəlayı görüşəndə bir-birlərini öpsəydilər necə görünərdi? Müasir dövrdə çəkilən filmlərin təsirindən və ya digər səbəblərdən hazırda kişilər görüşəndə hər iki tərəf bir-birini öpür. Təşəkkür edirəm. Məncə çox böyük ürək yanğısıyla yığılmış bir süjet idi. Xeyrəddin bəy, sizə sual verəcəm. Amaliya xanım, sizə də qayıdacağım. Çünki bəncə süjet sizə təsir elədi. Münasibətiniz necədir bu kişilərin görüşəndə öpüşməsinə? Bəlkə siz normal baxırsınız bir şey? Heç yaxşı deyil. Həqiqətən yaxşı deyil. Çünki mən yadıma gəlir, sizlə də bir veriliş yaparırdıq. 12 dənə film biz sizlə bir yerdə müzakirə elədik sizlə bir yerdə. Biz orada bir kişi obrazı tapmadıq. Nəyə görə biz kişi obrazı tapmadıq? O dediyimiz ki, kişilər vardı, kişilik söhbətləri var idi. Onlar yavaş-yavaş azalmaq üzrə görəsən. Bu öpüşmələri də qadın kimi öpüşməkdə bu kişilərin xarakterinə uyğun olmayan bir şeydir. Bilirsiniz, ona görə bəlkə... Xeyrəddin bəy, demək ki, biz o kino kampaniyada müzakirə edəndə Sovet dönəmində kinolarda
bu obraz təbliğ olunurdu. Bəli. Biz də şuur altı bunu həzm eləmişik. Bunu demək istəyirsiniz. Və dəfələrlə bəzi kinolar burada, mən yenə o müzakirələrə qayıtmaq istəmirəm. Nə üçünsə cəmiyyət o dəqiqə təlaş keçirir, Hüseyn. Bir sözü düz deyəndə, gerçək deyəndə nə üçünsə biraz belə allergiya falan əmələ gəlir. Çünki cəmiyyət üçün belə sözlər təzə görünür. Çünki onlar bunu bilmirlər. Çox eyib görünür. Həddindən artıq eybəcər görünür. Və mən sizə deyim ki, bunun özündə bir saxtakarlıq var. Bir qeyri-səmimilik var. Güya mən səni çox istəyirəm, onun üçün görüşürəm. Öpüşürəm. Güya öpüşməsəm, mən səni çox istəyə bilmərəm. Və öpüşənməsə, mən sizə bir-iki dənə şey danışım, sonra yadımdan çıxa bilər. Əgər imkanınız varsa, qulaq asın. Deməli, müəllimi ilə şagird görüşür, televiziya studiyalarının birində belə veriliş hazırlanmalıdır. Biz orada oturmuşuq. Müəlliminə deyir ki, hörmətli bir müəllimdir, incəsən dünsündə məsələn dərs deyir müəllim. Ona belə deyir, necəsiz müəllim deyir, keçir. Müəllim deyir ki, bir qayıt da la, qayıt. Əvvəl sən necəsən sözünün cavabını istə məndən. Mən sənə deyim, yaxşıyam, sən də deyim, sonra mən də səndən soruşum, necəsən? Deməli, sən məndən yalandan soruşsan, necəsən, saxtasan sən. Yəni, deyir, müəllim necəsən, keçdi. Vəssalam, cavabı zad yoxdur. Və bir də görsən, 5 adam gəlir, 5-i ilə də görüşməli, barmaqlarını sürtə-sürtə 5-indən də keçdi belə. Bu görüşməkdir. Güya bu öpüşməklər səmimiyyət ifadəsidir. Tam yalandır. Doğru, bizim bu show biznes üzvlərinin içində var Amalə xanım. Demək ki, baxın, masada otururlar, biri oxuyur, məsələn. Hüseyin, sən çox görmüsən bu işləri. Oxuyur və adam mənə deyir, bilirsən kim idi bu? Sən tanımırsan, ne Kamran? Elə də elan elədin ki onu. Elə elan elədin. Sən bilmirsən o kimdir? Birdən oxuyur, dönür, gəlir, mənlə söhbət edir. Ay qardaş, ay canım, sən nə yoxdur? Ay sən bilirsən, ay Kamran, bilirsən nə oğlandı bu? İncə deyirdi ya bu dəqiqə. Mən bir söz deyəmirəm axı. Ay Kamran, bilirsən, ay qardaş, sən Azərbaycan, ay vallahi fəxrisən. Nətər oxuyurdun sən qardaş? Bu getdi. Gedir, həmən oxuyan adam oturur. Öpüşdü ya, 2 dənə kişi qəşən öpüşdür. Belə, ay Kamran, səhərdən səhər baxıram, yazığım gəlir. Onunla necə oturmuşdun sən bir yerdə? Riyakarlıq. Yarım saat söhbət edirəm. Özü görürəm ki, qıraqdan oxuya fikir verirəm ki, o danışırsan da yola verirsən, ona yola verirsən. Bir dənə oxuyub qayıdıraq belə. Yola verirsən, ay qardaş, bizə başlayır onunla öpüşmək. Yəni, bu riyakarlıq, məncə, bu öpüş də bu riyakarlığın bir ünsürüdür. Siz razısınız. Amma bəzən də görürsünüz ki, gəlirsən və bir sıra tanış kişilər dayanıb, salam verirsən, hərəsi çəkir, başlayır sənin yanağından öpməyə. 1, 2, 3, bilmirsən necə onlardan özümü qoruyasan. Siz qadınsınız da, mən yanağımdan yox, lazım deyil. Bu da etik normalardan kənardır. Qadın icazə versə öpə bilərik də, xeyrətə xalq. Yox, icazə verdi, tuta basa yox, sən məni güclə tanıyırsan, mən sənə salam verirəm, sən gəlib mənim yanağımdan niyə öpməlisən? Mən də cəmaatın yanında bəlkə özümə qısınıram, utanıram sənə itəliyəm, biraz yaxşı alınmıram. Qadınlar bizim yanağımızdan öpsələr sevinərik. Yox, heç mən onu qadınlara da rəva bilmirəm, kişilərə də. Dəxli yoxdur onun. İndi təsəvvür gətirin ki, kişilər bir-biri ilə görüşəndə bizi kimi insanlar, yəni bu öpüşməyi sevməyən insanlar nə hal keçirirlər? Xanım olar, bugün xəstəlikdə söz verəcəm sənə. İstəyirəm belə bir sual verim Amalə xanıma. Siz Babək filmi, bilirsiniz ki, bu film haqqında söhbətlər həmişə bizim proqramda sizinlə birlikdə olur. Olub həmişə. Olur, həmişə olur. Və keçən dəfə də dediniz ki, özünüz də dediniz ki, yəni oradakı obraz haqqında. Mən, yəni oradakı obrazın... Zərnisə, Cavidan elə başın qoyub ölən kimi Babəklə İzdivac eləməsi yaxşı dördür. Yəni, əslində xəyanət idi o. Xəyanət idi. Amma bu rol belədir. Siz onu çox böyük uğurla oynamışsınız. Və mən sizi bir qadın ehtirasını da oradan görmüşəm. Yəni ki, ayala oynamışsınız. O öpüşlər də... Bir şey söyleyeyim. Bu Cavidanla Babək hər görüşəndə öpüşsəydilər. Bir təsəvvüzü gətirin də. Məncə o şey izdivac da baş tutmazdı. Bunlar öpüşsəydi, heç bilmirəm nə olardı, deyəmərəm mən onu. Yəni o Zərniçanın da sadəcə öpüşmə məqamından dedim mən. Yəni milli hərəkat... Yox, bilmirəm. Babəklə öpüşməsindən danışdım. Hüseyin qardaşım, bu reperlərin görüşəndə xüsusi görüşmə qaydaları var. Müxtəlif görüşmə qaydaları var, amma reperlərinki necədir? Necə görüşürlər olar? İndi mən onu nətə durum göstərimmi olarsa əgər. Göstər qardaşım. Yəni görüşəndə, yəni... Yəni, tutma da vura bilərsən, vur. O sadəcə işarədir, yəni. Bir dəqiqə, təzəm. Vurma, tutma, vurma. Yox, vurma olar. Çiyin içində. Amma bu, yox. Reperlərə alqış gəlsin.
Çıtma vurdu, vurmadı, alqış gəlsin. Əla, əla. Bu salam tərzi reperlərin deyil. Bu Amerikadakı cinayətkarların, yəni gangsterlərin davranış tərzidir. Ünsiyyət formasıdır. Onlarda gangsterdə görüşəndə öpüşsəydi mən niyə öpüş? bu mövzuda. Bir dəqiqə, yox, indi bir dəqiqə deyən əziz qardaşım. Ərəbistanda gələn qonağı 3 dəfə yanağından öpürlər. İndi ərəblər düz eləmir. Deyirsən düz eləyir. Sən özün görüşəndə öpüşürsən. Bu axı bu müsəlmanın Yox, müsəlman. İndi mən bir dənə misal gətirim sənə. Mən demirəm, düz eləyirlər. Mən səninlə razıyam. Mən sadəcə onu müasir Amalə xanım düz idi. Müasir dövrlə əlaqələndirmək lazımdır. Sadəcə kişilik mədəniyyətindən uzaqlaşdığımız üçün deyil. Başa, indi mən bir dənə misal gətirim. Gör nə gözəl misal deyəcəm. Üzr istəyirəm Amalə xanım. 200 il süzül bundan qabaq bir qoyunu tək başına yiyib ayağa durana deyirlər cigit. Düzdür? Mən olmamışım 200 il. Koroğlu durdu bığlarının əmniyə. Bir dənə Koroğlu da var. İndi axırda deyirlər. Yəni yemişən oğlana qəhrəman deyirlər. Əslində o vaxtı kişiləri elə yeməklə də tanıyırlar. Falan kəs bir dənə qoyunu tək başına şaqqalada ayağa durdu. O da bir konkret sual verim sənə. Bax, bir dəqiqədə sözümün axırıdır. Halal olsun ona. Amma indi bir boşqa artıq yeyirsən deyirlər qarınqulu. İndi zamana görə nə dərəcədə dəyişib. Bu kişi belə deyim, xarakterinin bizdən yad ol. Amma yanlış söyləyirsən. Yox, yanlış söyləmirəm. Mən sadəcə deyirəm ki 200 il bundan əvvəl qəhrəman adama deyirlər ki, Fatih, məsələn, Konstantinopoli alıb İstanbul edən Məhməd Fatihə qəhrəman deyirlər. 29 may 1453. Heç kim Məhməd Fatihin qoyun